Xren qatiqotu bitkisinin çox faydalı olduğunu yəqin eşitmisiniz. Ən çox bitkinin kök hissəsindən müalicəvi vasitə kimi istifadə olunur. Yarpaqları da faydası ilə bitkinin kök hissəsindən heç də geri qalmır. Yarpaqlarında olan C vitamini limondan 5 qat artıqdır. 5-6 ədəd xren yarpağından topladıktan sonra onları yuyuruq. Sonra isə qaynayan suda 3-4 dəqiqə saxlayırıq və bunları hansı hissədə ki duzlaşma problemi var, ağrı var, o hissəyə bu yarpaqlardan isti halda tam qaynar eləmək olmaz, yandıra bilər həmin hissəni. İsti halda belə bu formada qoyuruq və üzərinə isə klyonka çəkirik və yenə də qalın bir parça vasitəsilə sarıyırıq. Gecədən səhərə qədər bu durmalıdır. Boyun arxasında olan duzlaşma, dizlərdə olan və mozol problemlərinə çox faydalıdır.